Salamlar uşaqlar. Deməli, başlayırıq Oqtay Eloğlu əsərinin təhlilinə. Əslində belə çox, necə deyim, çətin əsər deyil, sadəcə belə yadda saxlamalı bəzi məqamlar var ki, vurğulaya-vurğulaya deyəcəm. Bəzi məqamlarda üstündə elə bil ki, oxu üzrə təhlil edəcəyik də, üzərində təhlillər göstərəcəm. Həm əsərə baxacağıq, həm də ki, təhlilini deyəcəm bu sırada sizə. 6 pərdəli faciəmizdir, yadda saxlayın, faciə janrındadır. Başlayaq birinci pərdəmizdən. Birinci pərdənin təsvirində səhnənin arxası, solda Oqtayın bəzənəcəyi, bir tərəfdə bəzəntilər və başqa səhnə şeyləri, aktyorlar qiyafələrində ora-bura gedirlər. Əsəri oxuduqca qeydlərdə götürün mütləq. Deməli, əsərimiz nə ilə başlayır? Nadia və Firəngizin dialoqu ilə başlayır. Yadda saxlayın, əsər heç kimin monoloqu ilə başlamır. Əsər Nadia və Firəngizin dialoqu ilə başlayır. Nə də ki, Oqtay ilə Tamaranın dialoqu ilə başlamır. Nadia və Firəngizin dialoqu ilə başlayır. Deməli, Nadia Firəngizə deyir, Firəngiz, qoy pərdə qalxsın, Aslan bəy lojada otursun, sonra gələrik. Yoxsa bizi burada görərlər, hələlik Oqtayda məşğul olar. Firəngiz də deyir, yaxşı Nadia, bugün daha unutmayacağam, gələcəm. Nadia deyir ki, mən səni gətirərəm, hələ gəl. Deməli, utanmayacağam, daha doğrusu unutmayacağam neydi, utanmayacağam, gələcəm. Deməli, Nadia ilə Firəngiz danışırlar. Buradan nə başa düşürük? Nadia Firəngizə deyir ki, qoy biz deyir, deməli, sonra gələrik. Aslan bəy keçsin, otursun. Aslan bəy də nisbətən çəkinirlər ki, yəni Aslan bəy bunları görməsin də. Aslan bəy bunları görməməyi üçün pərdənin yarısından girmək istəyirlər ki, yəni tamaşa başlayanda bir müddət sonra gəlib girərlər, tamaşaya oturub baxarlar. Aha, Firəngiz də deyir ki, Firəngiz normalda utanırdı, deməli, oturmaq üçün, yəni Oqtayın qarşısında bir növ. Nadia deyir ki, utanmazsan da, yəni mən səni gətirərəm. Gedirlər. Sonra Oqtay və Tamara girir içəri. Oqtay deyir, o tam başqa bir sözdür. Tamara ilə dialoqu var burada. Deyir, o tam başqa bir sözdür. Sonra zalım, yırtıcı bir hökmdarın qarşısındasınız. Əllərinizi qorxulu bir həyəcan içində uzatmış, bax belə. Göstərir ki, əlifi belə uzadırsan, deyirsiniz. İndi söyləyin. Sözü Tamaraya verir ki, de, əlifi belə uzat, de. Tamara deyir, onun xəbəri bala yoxdur. Xəbəri bala yoxdur, yəni xəbəri belə yoxdur demək istəyir. Belə ədatını bala olaraq deyir. Çünki Tamara adından da bilə bilərsiniz ki, Tamara yəni rus adıdır və bu aktyor, buradakı bu aktrisamız daha doğrusu rusdur. Bu obrazımız rusdur. Ona görə Azərbaycan dilində bala tipli sözləri bəladır, belədir, bu tipli sözləri deyə bilmir. Bala deyir. Aha. Oqtay da buna əsəbləşir. Biz buradan görə bilərik ki, yəni niyə rus biri oynayır? Öz dilini bilməyən, yəni öz dil deyəndə, yəni bizim dili bilməyən bir rus aktrisa niyə oynayır? Çünki həmin dövrdə qadın aktrisalarımız yox idi, yəni az idi. Barmaqla sayıla biləcək dərəcədə az idi. Və ona görə də məcbur başqa bir ölkənin aktrisası oynayır. Yəni o da bizim sözləri düzgün deyə bilmir və bundan da bəzi problemlər yaranır. Nəsə, o deyir ki, onun xəbəri bala yoxdur. Oqtay deyir, yenə bala. Belə, belə. O da deyir, yəni yenə bala deyirsən, belə deyirəm də, belə. Tamara deyir, nu, balaje deyirəm. Bala, bəla. Aha. Oqtay da deyir, bala это ребенок. Bela это несчастье. A belə, yəni, amma belə, это значит так. Sözlərin izahlarını verir ki, bala, yəni nə deməkdir, bəla nə deməkdir, belə nə deməkdir. Rus dilində ona izah eləyir. Yəni o deyir ki, nə fərqi var bununla bunun? Bu da deyir ki, bəs bu deməkdir, bu deməkdir, bu deməkdir. Oqtay sonra Dursun gəlir içəri və Oqtaya deyir ki, Oqtay, salonu dağıtdılar. Saat ondan işləyir. Oqtay da Dursuna baxıb deyir ki, bu saat yəni gəlirəm. Gözdə gəlirəm idi həll eləməyə. Sonra da Tamaraya baxıb deyir ki, siz öyrənin, yəni siz bu sözləri əzbərləyin, mən bu saat gəlirəm. Tamara Oqtaya deyir, Oqtay, mən rolumu yaxşı öyrənmişəm, ancaq biraz sözlərini deyə bilmirəm. Aha. O da deyir ki, mən rolumu yaxşı öyrənmişəm, amma biraz sözlərini deyə bilmirəm. Dursun deyir, bəs biz nə sayaq eləyək? Gecə keçdi, heç bir şey hazır deyil. Dursun da deyir ki, biz necə eləyək ki, gecə keçir, yəni amma tamaşa üçün heç bir şey hazır deyil. Oqtay deyir, Xaspolat gəldimi? Dursun deyir, yox. Oqtay deyir, Şəkinski gəldimi? Dursun deyir, heç birisi. Deməli, bu nitqi yadınızda saxlayın, bir dəqiqə bunun üstünü çəkim. Aha, deməli, salonu dağıtdılar, saat ondan işləyir deyən Dursundur. Sonra bunları dəftərinizə qeyd edin, qabağından kimin dediyini yazın. Sonra Dursun, heç birisi. Bu da deyir ki, bəs Xaspolat gəldimi, Şəkinski gəldimi? Oqtay kimləri xəbər alır? Xaspolatla Şəkinskini Dursundan xəbər alır. O da heç birisinin hələ gəlmədiyini deyir. Oqtay deyir ki, dedim ki, evlərinə adam göndərin. Deməli, Oqtay Xaspolat və Şəkinskinin evlərinə adam göndərilməyini tələb eləyir. Dursun da deyir ki, 3 yol göndərmişəm, evdə yoxdular. Oqtay deyir,
Axı indi mən başıma nə daş salım? Bu da insanlıqdır ki, cəmaatı dörd divar arasına doldur, özün baş götür, çıx get. Axı biri deyir anlamalıdır ki, onsuz da teatrdan qaçan xalqımızı yalvararaq bilet satdığımız 3-4 zavallını da qaçırırsınız. Deyir ki, onsuz da deyir xalqımız teatrdan qaçır. Yəni o dövrdə teatr məsələlərinə yaxşı baxılmırdı. Yəni əlbəttə ki, o vaxt hələ belə inkişaf eləməmişdik. Amma deyir 3-4 nəfərə güclə bilet satmışıq. Bu nitqi də yadınıza saxlayın. Oqtayın nitqidir. Deyir onları da qaçırırsınız da, yəni tamaşanı ləngidirsiniz. Mazandaranski sonra gəlir və deyir ki, Oqtay, deməli, Antreprenyor mənzil pulunu istəyir. Deyir, pərdədən əvvəl mənim pulum verilməlidir. Antreprenyor da, yəni orada təşkilatçı öz mənzil pulunu istəyir və deyir ki, pərdədən əvvəl mənim pulumu verin da. Yəni pulu verin birinci, sonra. Aha, bunu deyən kimdir deməli? Antreprenyorun mənzil pulunu istədiyini deyən kimdir? Mazandaranskidir. Bu nitqi də mütləq yadınızda saxlayın, çıxır. Aha. Sonra Dursun deyir, indi nə etməli? Dursun deyir ki, bəs indi neyniyək biz? Bax, bu da pulunu istəyir. Oqtay deyir ki, bəs Tabasaranski hardadır? Sonra da birinci soruşur Şəkinskini, Xaspolatı, sonra da Tabasaranskini soruşur ki, bəs o hardadır? Get söylə, adamlar gəlməmiş, adam tapsın deyir. Mazandaranski deyir, raboçilərə də dedi, hamısı getdilər, çıxıb getdilər. Sonra Dursun deyir ki, Oqtay, bu gecə heç bir şey çıxmayacaq. Cəmaat da azdır, çarəsi yox. Oyunu saxlamalıyıq. Dursun deyir ki, bu nitqi də yadınıza saxlayın. Deməli, oyunu saxlama təklifini verən Dursundur. Deyir ki, bəs bu gecə adam azdır. Bu gecədən bir şey çıxmayacaq da. Yəni teatr eləsək də bir şey əldə eləyə bilməyəcək, qazanmayacaq falan filan. Heç kimdə marağı yoxdur. Nə yaxşısı bu gecə oyunu saxlayaq. Yəni bu gecə olmasın teatr. Oqtay deyir, olmaz. Sən get söylə, adamlar gəlməmiş, xalqı oyuncaq kimi əldə saxlatmaq olmaz. Oynatmaq olmaz. Bugün saxlasan, sabah kimsə bu qapıdan keçməz. Bir nəfərlə də olsa oyun getməlidir. İvanovski hardadır? Sonra da İvanovskini soruşur. Yəni bir paralellik görməyən bunlar hardadılar? Tamara deyir ki, İvanovski hardadır sualına hələ bir cavab gəlməyib. Tamara deyir ki, Oqtay, bəs mən nə parik geyəcəm? Deyir, bəs mən nə parik geyəcəm? Oqtay da deyir ki, tapşırmışam, gedin alın. Bu da deyir ki, mən sənə pariki tapşırmışam, get götür parikini. Sonra Rüstəm bəy qışqıra-qışqıra deyir ki, Oqtay, bu zəhrimar deməli, qalxanın bəs dəstəsi olmaz. Və qalxanı dəstə axtaran yadınıza saxlayın, Rüstəm bəy idi birinci pərdədə. Oqtay deyir ki, Allah nəsə, bilmirəm, bu 400 milyon qoyun kimə gərəkdir? Və yadınıza saxlayın, bu 400 milyon qoyun kimə gərəkdir deyən Oqtaydır. Qardaşım qalxanın dəstəsi yoxdur. Bax, budur, bir parça ip. Səri olsun dəstə. Sonra Şaqqulu gəlir və deyir ki, Oqtay, İvanovski gavədən əvvəl Zöhhakin taxt tacını sərnigün elətdirdi. Yadınıza saxlayın, bunu eləyən İvanovskidir. Deməli, oyun qurtardı. Oqtay deyir, Əsəd bəy onu görmədimi? Şaqqul da deyir, Əsəd bəy ona deyir ki, oyun cəmiyyət xeyriyyə üçün oynanır. Sabah cəmiyyətin pulundan az da olsa, mənzil kirayəsini verərəm. Qulaq asmadı. O da dedi, oynanmasın, çıxdı, getdi. Dekorasiyaları da söküb, hərəsini bir divara söykədilər. Özləri də gedirlər. Deməli, deyir ki, nə oldu deməli? İvanovski gavədən əvvəl gəldi, hər şeyi dağıtdı ki, yəni pulumu verin, sonra oynayın da. Hər şeyi dağıtdı ki, bəs pulum yoxdur, pulumu verin. Bu da deyir, Əsəd bəy də ona dedi ki, oyun cəmiyyət xeyriyyə üçün oynanır da. Yəni cəmiyyətin pulundan da olsa biz mənzil kirayəsini verəcəyik. Amma deyir, qulaq asmadı yenə də. Yəni borc kimi qalsın, verəcəyik də bu günə səhərə. Bu da qulaq asmır İvanovski və gəlir bütün dekorasiyaları falan dağıdır. Və gedir ki, yəni oynanmasın da, pulumu verin ya da ki oynamayın. Mərdimazarlıq eləyir, gedir. Oqtay da deyir, yəni kassada heç pul yoxdur. Heç olmasa, yəni deyir, heç pul yoxdur ki, kassada biraz da olsa verərdiniz da. Yəni bir sussun, biraz dözsün, səbr eləsin. Şaqqul da deyir ki, baxdılar, vur tut 8 manat var idi. Onu da paltar üçün vermişlər. Deməli, baxdılar, vur tut 8 manat var idi. Onu da paltar üçün vermişlər. Deyən kimdir? Şaqqulu. Bu nitqi yadınızda saxlayın. Şaqqulunun nitqidir. İvanovskinin deməli dekorasiyaları dağıtdığını deyən Şaqquludur həmçinin. Oqtay deyir, Allah əkbər. Şaqqul deyir ki, Oqtay, indi ki Əsəd bəyə də demişsən, gəlin oyunu saxlayaq, başqa çarəsi yox.
Deyir, indi də deyir, Əsəd bəyə də demisən, gəl deyir, oyunu saxlayaq, başqa çarəsi yoxdur deyir. Oqtay deyir, olmaz, oyun saxlanmaz. Xalqı çiyrindirirsiniz. Anladınızmı? Deyir, xalqı yəni diksindirirsiniz belə şeydən, teatrdan deyir. Anladınız? Şaqqulu, al bu üzüyümü apar ver, söylə sabah parasını gətirib deməli, sabah parasını düzəldib verərik. Şaqqulu gedir. Tabasaranski, nə oldu? Dursun. Tabasaranski nə oldu? Dursun. Dursundan sonra ki, Tabasaranski harda qaldı? Bəs o niyə gəlmir? Deməli, Oqtay, yadınıza saxlayın, oyunun keçirilməyi üçün öz üzüyünü çıxardıb verir ki, yəni bunu sat, bunun pulu ilə onu sakitləşdir. Qalanını da deyir, sabaha düzəldib verəcəyik də, üstünü bir teatr keçsin, yığılan puldan onun üstünü düzəldib verəcəyik. Oqtay öz üzüyünü verir deməli səhnənin oynanmaq üçün. Dursun deyir, Tabasaranski keflənmiş, yatmışdı. Deməli, Oqtay soruşur ki, Tabasaranski nə oldu? Dursun da deyir ki, Tabasaranski keflənib, yatıb. Dedi, cəhənnəmə olsun hamısı, oynamasın. Deməli, Tabasaranski keflənib yatıb və buna Dursun deyəndə ki, bəs oyun oynanmalıdır. Rejissor da Tabasaranski, bəs o əsəl teatrın oynanmaq üçün rejissor lazımdır. Tabasaranski də keflənib yatıb, deyir ki, bəs mən ona dedim, oyun olmalıdır. O da dedi ki, bəs lazım deyil də, cəhənnəm olsun deyir, hamısı oynanmasın. Mən rejissoram, deyir, mən belə deyirəm. Oynamayın. Oqtay deyir ki, bunlar Azərbaycan xalqı üçün sənət yaradacaq, mübarizə aparacaq, səhnə düzəldəcəklər. Dursun, get söylə, birinci pərdədə Həsən də soyunsun, Xaspolatın rolunu oynasın. Aha, Həsən də soyunsun, deyir, Xaspolatın rolunu oynasın, deyir. Xaspolat tapılmadı, Həsən Xaspolatın yerini oynayacaq. Yadınıza saxlayın, bir-birinin yerinə kim oynayır? Həsən Xaspolatın yerinə oynayır. Deməli, Mazandaranski deyir, canım, düz gəlmir. Oynamayanda qiyamət qopmaz ki. Mazandaranski deyir, düz olmur axı deyir. Yəni, oynamasa da olar da, yəni onun yerinə bu oynasın, düzgün gəlmir axı. Rüstəm deyir, Oqtay, qılıncım yoxdur ha. Deməli, Rüstəm ancaq şikayət edir də. Bir deyir ki, qalxanımın dəstəsi yoxdur. Bir deyir ki, bəs qılıncım yoxdur. Dursun qayıdır deyir. Aləm deyib bir-birinə də o bişim. Dursun qayıdır deyir ki, Oqtay, İlyas qapıları bağlayıb meyxana deyirlər. Deyir, Həsən də qumar oynayır. Qulaq asmadılar. Deməli, Dursun gedir Həsəni çağırsın ki, gəlsin burada rol oynasın. Xaspolatın yerinə. Gəlir deyir ki, Oqtaya, bəs deyir, İlyasgil qapıları bağlayıb meyxana. Deməli, meyxana deyənlər kimlərdir? İlyasgildir. Həsən də qumar oynayır. Qumar oynayan kimdir? Həsəndir. Deyir, qulaq asmadılar. Tamara deyir ki, bu sırada, Oqtay, daha mən gedib soyunum da, yəni deyir, day mən gedim soyunum da, sonra davam eləyərik falan. Oqtay deyir, İlyas, bir dəqiqə durun. Şekinski deyir ki, bu oğlan aşiqdir Leyli adlı bir gözələ. Bağıraraq çıxır. Bu da öz rolunun sözlərini deyirdi. Bu oğlan aşiqdir Leyli adlı bir gözələ. Yadda saxlayın. Bu nitq Şəkinskinin nitqidir ki, hər dəfədə bu nitqlər arasında verilir. Bu oğlan aşiqdir Leyli adlı bir gözələ. Şəkinskinin nitqidir. Aha, yəni onun rolunun nitqidir. O bunu deyən Şəkinskidir. Oqtay deyir, Zəhrimar Leyla adlı bir gözələ. 8 saat cəmaət gözləyir. Saat 11-də durub gəlmiş ki, Leyla adlı bir gözələ. Bu da əsəbləşir. Belə bir reaksiya verir Şəkinskiyə. Şəkinski deyir, saat 11 hardan oldu? Neyniyim, acından ölməyəcəm ki? Deməli, Şəkinski içəri girəndə, axı Şəkinskini axtardılar bəyəxdən. Bu Oqtay deyir ki, Zəhrimar Leyla adlı bir gözələ. 8 saat cəmaət gözləyir. Saat 11-də durub gəlmişik ki, Leyla adlı bir gözələ deyir. Hələ deyir, indi gəlirsən sən yəni. Şəkinski deyir, saat 11 hardan oldu? Neyniyim ki, acından ölməyəcəm ki? İşimi bitirməmiş, durdum gəldim. Deyəsən, saman yeyəcəm. Top kimi partlayır. Sanki əlimə imperial Fransaya çatdır. Şəkinski deyir ki, yəni saat 11 hardan oldu ki, deyir, mən acından ölüm, yəni bir tikə yemək yeməyim, deyir, yeməyim bitməmiş, durdum gəldim bura. Mənim üstümə deyir, top kimi partlayırsan, elə bil əlimə imperial falan salacaq, elə bil əlimə deyir, milyonlar verəcəksən da, yəni, nə mənim üstümə bozarsan. Oqtay deyir, əzizim, quzum, gözüm, mən pul alıram, sən yox. Boynuna götürmüsən, cəmiyyətdən utanmırsan, bari cəmaatdan, səhnədən utan. Deyir, mən özüm pul sayıram ki, sənə də pul verim. Yəni, özümdə oldu, sənə vermədim pul. Axı, bu deyir ki, elə bir mən milyon imperiyan falan sayacaqdır. Yadda saxlayın, bunu da Şəkinski deyir. Oqtay da deyir ki, bəs mən pul aldım, sən almadın. Yəni, özüm aldım, sənə də verəcəm də. Boynuva götürmüsənsə bu işi, bilirdin də belə olacaq. Boynuva götürmüsənsə, teatrın bu zəmanəsində, bu vaxtında bu işi sən boynuva götürmüsənsə burada aktyor olmağı, onda
işinlə məşğul ol da. Yəni cəmiyyətdən də utanmırsan, bari cəmaatdan, səhnədən utan, gələnlərdən utan. Şaqqulu qayıdır deyir. Şaqqulu ilə Şakinskini qarışdırmayın. Şaqqulu qayıdır deyir. Oqtay, İvanovski çıxıb getmiş, üzüyü verdim. Dursun aparıb onu tapsın. Bilmirəm. Şaqquluya vermişdi axı ki, bəs get. Üzüyü ver ki, bəs şeydə dayandırmasınlar səhnəni, mərdəmazarçılıq eləməsin, yarısında sabah verərik. Şaqqul da gətirir xəbər ki, bəs Oqtay İvanovski bu səhnəni dağıdan adam deyir, çıxıb gedib, üzüyü verdim ona. Üzüyü verdim deyir, daha doğrusu Dursuna, o getdi, onu görmədim. Dursuna verdim ki, gedib onu tapsın, üzüyü versin ona, bəs onu dayandırsın, mərdəmazarçılıq eləməsin teatrda. Xaspolat bu sırada qayıdır, deyir ki, Oqtay, mən hansı qapıdan çıxacam? Yəni deyir, mən məsəl üçün rolda hansı qapıdan çıxacam? Şaqqul da deyir ki, heç qapı var ki, çıxasan. Yəni qapıları falan, dekorasiyaları hamısını dağıtmışdılar axı. Oqtay deyir, odur da, Xaspolat, əzizim, bu vaxtadək hardasan? Xaspolat gəlir, Oqtay deyir ki, bu vaxta qədər harda qalmısan? Bir Şakinskini danlayır, bir də Xaspolat danlayır gecikənləri ki, bu vaxta qədər hardasan? Xaspolat da deyir ki, valla, Oqtay, 1-2 gün bu orucum qalmışdı. Bugün iftar açdım. Deməli, Xaspolat deyir ki, 1-2 gün orucum qalmışdı. 1-2 gündür orucu qalan, iftar açmaq bəhanəsi eləyən kimdir? Xaspolatdır, yadınızda saxlayın. Aha, onu deyir. Gecikmə səbəbi iftar açmağı idi Xaspolatın, yadınızda saxlayın. Oqtay da deyir ki, oruc sən belini sındırsın. Məsuliyyət qanmayan dilsiz ağılsız heyvanlar kimi əyilib qalxan yeyib yatan zavallılar. 10 gündür çalışıram, deyirəm gecə yarıdır durub gəlmişsən, hansı qapıdan çıxacam? Gəl bura. Muxan oturdu, soldan çıxdın. Baş əydin, əyil. Özü əyilir, deyir, belə əyil, deyir, əyil də. Xaspolat da deyir, Oqtay, mən orada eləyərəm, deyir. İndi əyilməyim də, deyir, mən səhnədə əyilərəm. Şaqqul da deyir ki, qorxur ki, hərəkətlərini, deyir, oğurlayarlar, deyir. Deyir, qorxur ki, birdən başqa aktyorlar bunun kimi hərəkət eləyər də, deyir. Yəni, indidən eləmir ki, spoiler verməmək üçün bir növ. Aha, demək, gör necə maraqlı əsərdir. Oqtay deyir ki, deməli, Xaspolat deyəndə ki, mən orucuydum, iftarımı açmışam. Oqtay deyir ki, oruc sənin belini sındırsın. Məsuliyyət qanmayan dilsiz ağız heyvanlar kimi əyilib qalxan, yeyib yatan zavallılar deyir. Ancaq deyib yeyib yatırsız da, yəni əyilib qalxırsız o heyvanlar kimi. Nə fərqiniz var ki? Deyir, 10 gündür çalışıram. Deyirəm, gecə yarıdır, durub gəlmisən. İndi də deyirsən ki, hansı qapıdan çıxmaq? Bilmirsən, rolun nədir, neynəməlisən də. Aha, Xaspolat qayıdır, deyir ki, mən bu deyir, bəs əyil, göstərir neynəməlisən falan. Şaqqul da, o da deyir ki, bəs mən orada səhnədə əyilərəm. Şaqqul da deyir ki, qorxur ki, bir də onun hərəkətlərini uğurlayarlar. Deməli, Oqtay deyir, yaxşı. Xaspolat deyir ki, yaxşı, sözlü de. Xaspolat deyir, Oqtay, vallah, mən axşam deyərəm. Yəni, nə hərəkətini eləmir, nə də rolunun sözünü demir. Deyir, mən axşam eləyərəm də, yəni. Deməli, Oqtay deyir, canım, axşamdır da, deyir, saat 11-dir ki, evini Allah yıxmasın. Hanı rolun? Deyir, yəni axşamdır, o deyir, axşam eləyərəm, yəni səhnədə eləyərəm. O da deyir, axşamdır da, day bundan artıq nə olsun, deyir, Allah evi yıxmasın. Hanı deyir rolu, niyə demirsən, niyə əzbər bilmirsən? Xaspolat deyir, vallah, yadımdan çıxıb evdə qalıb. Deyir, hanı rolun, yəni niyə əzbərləməmisən? Rol kağızda yazılır axı. Bu da deyir, vallah, yadımdan çıxıb evdə qalıb. Deməli, Xaspolatın rolu harda qalmışdı? Yəni bu sözləri yazılan, əzbərləməli sözlər olan kağız harda qalmışdı? Evində qalmışdı. Oqtay deyir, of, Allah qırsın sizi. Yaxşı, baş əydin. Əydə baş, əydə qardaş deyir. Əydə qardaş. Belində ağac bitməyib ki. Mazandraski qayıdır deyir, Oqtay, mən bilirəm Xaspolat nə üçün əyilmir. Qorxur ki, əyiləndə papağı düşər, başının keçəlliyi görünər. Deməli, Oqtay deyir ki, yəni heç olmayan onu gətirməmsə, bari mən deyənlə oturdur, bir yerə çıxaq da, yəni bir yola gələk. Deməli deyir, Allah qırsın sizi. Yaxşı, baş əydin. Əydə deyir, qardaş, ağac bitməyib ki, belində deyir. Əy başı və öyrədim necə eləməlisən. Mazandaranski oradan qayıdır deyir ki, Oqtay, mən bilirəm Xaspolat nə üçün əyilmir. Qorxur ki, əyiləndə papağı düşər, başının keçəlliyi görünər. Deməli, keçəl adlandırılan obrazımız kimdir? Xaspolatdır. Kim tərəfindən? Mazandaranski tərəfindən. Yadda saxlayın. Sonra Xaspolat deyir ki, bir dəqiqə, zəhrimar dərd, sarsaq oğlu sarsaq. Deməli, Mazandaranski Xaspolatla lağ elədi. Oqtay deyir, yaxşı, qardaşım, işimi gör. Xaspolat deyir, görmürsən, heyvan oğlu heyvanı. Aha, Xaspolat da əsəbləşir, əlbəttə ki, onunla lağ elədiklərinə görə. Şaqqul deyir, xeyr ha, bankaya düşmüş milçək kimi indi də vızıldayacaqdır. Deməli, Şaqqulun da xoşu gəlmirdi Xaspolatdan. Deyir ki, indi də deyir, bankaya düşmüş milçək kimi vızıldayacaqdır. Yadınızda saxlayın, Şaqqulun nitqidir. Deməli, Xaspolat nəzərdə tutub deyir birinci pərdədə. Oqtay deyir, bəsdirin də, yəni işinizlə məşğul olun, bəsdir. Xaspolat deyir, insanın gərək zatı qəmbərqulu olmasın.
Deyir, yəni gərək adam yaxşı nəsildən olsun, soylu köklü olsun ki, belə şeylər deməsin, yəni lağ eləməsin falan. Onlar da tənqid edir bunu. Şaqqul da deyir, yaxşı, burnunu o tərəfə çək, gözünü çıxart. Şaqqul da deyir, yaxşı deyir, burnumu o tərəfə çək, gözümü çıxartdın deyir, burnu deyir, gözümü çıxartdı. Şaqqul da lağ eləyir deməli Xaspoladla. Xaspoladla bədbəxtlə neçə nəfər lağ elədi? Bir Şaqqulu, bir də ki, Mazandaranski, düzdürmü? Burnuna və keçəlliyinə lağ eləyirlər. Aha, Oqtay deyir, ay başınıza dönüm, ay yoldaşlar. Axı mən yazığam. Mən də oynayacağam. Belə iş olmaz ki, boğazımın pərdələri partladı. Görürsüz ki, 5 gündür gözümü yummamışam. Vallah səsim çıxmır. Deyir ki, yəni bəsdirin də, yəni uşaqlıq elədiniz. Mən deyir 5 gündür deyir gözümü yummamışam, 5 gündür gözümü yummadığın kim deyir? Oqtay deyir öz dilindən deyir. Vallah deyir səsim çıxmır da. Bəsdirin işinizlə məşğul olun, məni də yumurtmayın. Şaqqul da deyir canım, bizə nə var? Tutaq ki, başının keçəlliyin gizlətdi. Burnunu nə cür gizlədəcək? Yenə ondan laf eləyir. Oqtay da deyir ki, yaxşı, atam, siz qutarın, biz sonra başlayarıq. Deyir, siz dava eləyin, qutarın da sözü tutarsın, sonra biz deyir, bir başlayarıq. Xaspolad deyir, hər kəs mənimlə səhnədə zarafat elər. Belə onun atasına lənət, ölüsünə lənət, dirisinə lənət. Xaspolad deyir ki, yəni kim ki deyir mənlə zarafat eləyir, kim ki mənə lağ eləyir, onun atasına, ölüsünə, dirisinə lənət deyir. Lənət oxuyur. Yəni normal deyil də axı, niyə uşağa durduq yerə lağ eləyirsiniz ki? Yəni neyib ki, oyun görünüşünə görə onu şey eləyirlər, tənqid eləyirlər. Mazandaranski deyir, onu nə üçün deyirsən? Keçən dəfə səhnədən bir burun çıxdı. Gəldi. Deyir, keçən dəfə səhnədən bir burun çıxdı. Bir burun çıxdı. Gəldi. Xülasə. Ay. Yarım saat sonra deyir, Xaspolad özü göründü. Burada mən həmişə oxuyanda gülürəm, özümü saxlaya bilmirəm. Deyir ki, Mazandaranski yenə ondan lağ eləyir. Deyir ki, onu niyə deyirsən? Deyir, hamıya deyir, mənlə lağ eləyənə lənət. Mazandaranski deyir, onu niyə deyirsən? Keçən də bir səhnədən deyir, bir burun çıxdı. Gəldi, yarım saat sonra Mazandaranski özü çatdı deyir. Yəni deyir, burnu o qədər uzundu ki, özündən yarım saat qabaq gəlib. Oqtay deyir, bitirdiniz, yəni dalaşıb qutardınız. Xaspolad deyir, Oqtay, atam, mən oynamıram, vəssalam. Gül kimi əlimdə işim, alış-verişim. Xaspolad uca deyir ki, bəsdir də, mən bezdim bunların əlinə, mən oynamıram. Get kim oynayır, oynasın. Mənim deyir, gül kimi əlimdə işim, alış-verişim. Yəni, tacirlik eləyəcəm. Şaqqul da deyir, saat 12-dir, onsuz da oyun olmayacaq. Get o başdanlığa. Deyir, onsa saat 12-dir, bundan sonra deyir, oyun olan deyil, get o tərəfə. Oqtay deyir, Mazandaranski, get, bu saat get, sənə deyirəm. Xaspolad, haydi, sən də get. Suflyordan kitabı al, sözlərinə bax. Deməli, Oqtay deyir, Mazandaranski, get deyir, bu saat buradan deyir, uzaqlaş, deyir, sən araya, yəni qalmaqal salırsan. Xaspolad da deyir ki, get suflyordan kitabı al, sözlərinə bax, sözlər vəzbəri. Mazandaranski gedərək deyir, savadı var ki, oxusun, yenə lağ eləyir, bax. Double part 3. Lağ eləmək part 3. Mazandaranski yenə lağ eləyir. Bu dəfə də savadı ilə lağ eləyir. Burun, keçəllik, savadı ilə. Opşim, lağ olunan obrazımız kim oldu? Oldu Xaspolad. Oqtay deyir, Şəkinski, get geyin. Dursun deyir ki, Dursun gəlir bu sırada. Şəkinskiyə də deyir ki, get geyin. Mazandaranski deyir ki, get o tərəfə dava edirsən. Xaspolada tapşırıq verir ki, get deməli suflyordan sözlər al, sözləri vəzbəri. Şəkinskiyə də deyir ki, get geyin səhnə paltarı. Dursun deyir ki, gəlir və deyir ki, Oqtay, üzüyü verdim İvanovskiyə. Axı bunu Şaqqulu üzüyü vermiş Dursuna ki, get İvanovskini tap, ona ver üzüyü ki, biraz dözsün. Dursun da gəlir deyir ki, Oqtay, üzüyü verdim İvanovskiyə, indi də rabotçilər çıxıb gediblər. Deməli qaldı. İndi də deyir, işçilər çıxıb gediblər. Üzüyü verdim İvanovskiyə. Ki, bəs şey olsun, yəni dinç dursun da, bir şey qalmaqal çıxartmasın. Amma deyir, indi də gec rabotçilər çıxıb gediblər, deməli deyir, oyun qaldı. Oqtay deyir, Allahu Əkbər. Şaqqul deyir, uşaqlar soyunsunlarmı? Deyir, yəni uşaqlar səhnə paltarlarını soyunsunlar, da, vəsə, oyun qaldı. Oqtay deyir, kimsə soyunmasın, özüm işləyəcəm, deyir, özüm görəcəm işi. Rabotçilər, işçilər yəni gediblərsə, özüm eləyərəm, yəni heç nə olmaz. Oqtay əlindən gələni son raddəyə qədər eləyir. Deməli, Şaqqul deyir, dekorasiyaları hardan tapacaqsan? Mıx yox, çəkiç yox. Deyir, dekorasiyaları hardan tapasın? Mıx yox, çəkiç yox səhnədə. Rabotçilər də, yəni işçilər də gediblər. Niyə niyəsən? Oqtay yerdən bir daş götürür. Deyir, budur çəkiç. Canım çıxar, özüm hər şeyi tapar, düzəldərəm. Deməli, o sırada Rüstəm gəlir və deyir ki,
Oqtay, mənim qılıncım yoxdur. İvanovski vermir. Yenə Rüstəm gəl, bax şikayət eləyən kimdir o pişim? Rüstəm də mənim qılıncım yoxdur. Nə bilim mənim qılıncımın saplağı yoxdur. Mənim qalxanımın dəstəsi yoxdur. Deyən kimdir? Rüstəmdir şikayət eləyən. 2 dəqiqədən bir gəlir, gedir. Boltun reklamı kimi. Deməli, deyir İvanovski vermir mənim qılıncımı. Uşaq kimi gəlir ağlayır. Oqtay deyir ki, get söylə, borcudur, versin. Yoxsa gəlib hamısını ayaq altına tökər, parça-parça eləyərəm. Bu saat deyir, bu sağ divar. Qaldır. Götürürlər. Aha. Deyir ki, bəs get İvanovskiyə denən ki, versin, borcu deyir. Pulunu vermişəm, mərdimazarçılıq eləməsin. Yoxsa deyir, bu dəqiqə gələr, parça-parça eləyərəm oraları. Sonra da qayıdır deyir ki, bu sağ divar, qaldır. Yəni divarları düzəldilir, səhnənin divarlarını götürürlər. Tamara gəlir deyir, ardlarınca gedərək Oqtay deyir, bunlar axı divarı düzəldir, gedir Oqtayın arxasınca deyir, bəs Oqtay deyir, hazırlaşın səhnəyə çıxarkən bir də söylərəm. Bu sol divar, haydi, sol divarı götürüb düzürlər Şəkinski ilə bir yerdə. O çəkmələri çıxart. Şəkinski deyir ki, o çəkmələri çıxar. Şəkinski deyir, dünən rejissora dedim. Oqtay deyir, mən rejissor falan bilmirəm. Deməli, Zöhhakin sarayında dikdaban geyinilməz. Çıxar deyirəm sənə. Bu da biri. Dursun, deməli, dursun, götür, divarları düzürlər belə yerlərinə. Bu da deyir ki, bəs deməli çəkmə çıxartmağı Oqtay kimə deyir, yadınızda saxlayın. Şəkinskiyə deyir ki, çəkmələri çıxar. Şəkinskiyə deyir ki, mən rejissora dedim, yəni dedi ki, problem olmaz, belə gəlir də cümlənin davamı. Oqtay deyir ki, mən rejissora da bilmirəm də, yəni diktaban geyinmək olmaz burada bu səhnədə. Aha, Səməd Şaqquluya baxır və deyir, söyləyin, Səməd gəlmiş. Bəzəncəyə girir. Səməd Şaqquluya baxır və deyir, söyləyin, Səməd gəlmiş. Bəzəncəyə girir. Oqtay deyir ki, hər şey yerində, oynayanlar səhnəyə, 3-cü zəngi verin, sufliyar yerindəmi, boş adamlar səhnədən, haydi, zanaves. Sola işarə verilir, pərdə qalxır, o Oqtay dönərkən, deməli, nə olur? Oqtay artıq səhnə hazırlıqlarını tamamlayır və deyir ki, davayda oyuna başlayaq. Şəkinski deyir, bu oğlan aşiqdir. Başlayır danışmağa, oxumağa. Oqtay deyir, əzizim, axı oyun gedir, nə bağırırsan deyir. Yəni biz burada iş görürük. Nə qışqır, niyə mərdimazarçılıq eləyirsən? Şəkinski qaçır, aktyorlar pərdənin dəliklərindən baxırlar, Oqtay girir. Oqtay deyir, günaydın. Səməd deyir, əlin nə üçün qanamış? Bağla onu. Oqtay deyir, heç, mıx dağıtdı. Deməli, divarları divarları düzəldəndə, axı işçilər getmişdi. Düzəldəndə Oqtayın əlini yerdən daş götürüb eləyirdi axı. Mıx vuranda, deməli, əlinə mıx dəyib və əli qanıyıb hətta. Oqtay deyir, daha doğrusu Səməd deyir, Oqtay, dünən anam bizə gəlmişdi, yalvarıb məni göndərdi ki, axı belə iş olmaz. Deməli, Oqtay deyir, Səməd bəy, istəyirsiniz sözlərinizin hamısını söyləyim, atadan sonra dükanı bağladı, deyir, istəyirsən sən deyəcəyin hər şeyi deyim də, yəni bilirəm mamam sənə nə deyib, sən mənə nə deyəcəksən, deyir, atadan sonra dükanı bağlandı, malı dağıldı, evə gec gəlirsən, çörək yox, bilmirəm, odun yox, bunların hamısını bilirəm. Neyniyim deyir, anam bilirəm belə deyib sənə, sən mənə bu məsləhətləri verəcəksən, amma deyir, mən neyniyim, bunların hamısını bilirəm, neyniyə bilərəm ki? Səməd deyir, dildə demək asandır. Bir ana, bir də naxoş qız qalmışlar başsız. And içir ki, 3 gecədir xəstə uşaq qaranlıqda yatır. Neft almağa pul yox. Axı o da bir kişinin qızıdır. Çox da bilirsən, çarə ki etmirsən. Deməli, yadınızda bir bu nitqi saxlayın. Bu nitqi mütləq yadınıza salın. Atadan sonra dükan bağlandı, malı dağıldı, evə gec gəlirsən. Çörək yox, bilmirəm, od yox. Bunların hamısını bilmək nə etmək. Heç nə etməyə qədər yada saxlamasaz da olur. Bax, atadan sonra dükan bağlandı, mal dağıldı, evə gec gəlirsən, çörək yox, bilmirəm, odun yox. Bu nitq Səmədin yox, Oqtayın nitqidir. Səmədin yox, Oqtayın nitqidir. Yəni Oqtay özüm bilirəm də olsa bunları deyəcəksən deyib davamını gətirir Səmədin cümləsinin, yəni Oqtayın cümləsidir. Səməd sonra qayıdır deyir ki, bəs onlar yazıqdır, belə iş olmaz, neft almağa pulları yoxdur. Deyir, axı o da deyir bir kişinin qızıdır, onun da yanında uşaq var. Deyir, çox da bilirsən, yəni nə olsun ki bilirsən, deyir, bir çarə ki eləmirsən. Oqtay deyir, doğrudur. O zavallılar da fəqət elə bilmirəm. Fəqət deyir, edə bilmirəm. Çünki Səməd bəy, mən qocaman bir xalqı, onun səadətini, gələcəyini 2 nəfər qadının istirahətinə fəda edə bilmərəm. Deməli, Səməd deyir ki, bəs pul yox, falan yox, yazıqdılar deyir. Nə olsun deyir, bilirsən, bir iş eləmirsən ki, bir çarə eləmirsən ki. Oqtay qayıdır deyir ki, bilirəm, düzdür, yazıqdılar, amma deyir, eləyə bilmirəm. Çünki deyir Səməd, mən bu boyda xalqın səadətini, gələcəyini, yəni bu teatr üzrə də, yəni gələcəyini 2 nəfər
qadının deməli istirahətini fəda edə bilmərəm. Bu nitqi mütləq yadınızda saxlayın. 2 nəfər deyir qadının istirahətinə, yəni onları yaxşı keçinsin deyə mən bu boyda teatrı qurban eləyə bilmərəm. Mən nə isə inkişaf elətdirmək üçün, ölkəmiz üçün çalışıram. Səməd deyir, istirahət istəmirlər. Bir parça çörəyə nə deyirsən? Mən xalq deyə özümü şəhid edəcəm. Qiymət verən kimdir? Yenə başqa bir sənət olsa, hə. Yazığı yasxanalara buraxmırlar ki, oğlun oyunbazdır, arvad tumanı geyinir. Hətta doğma əmin bu gecə nişanlını özgəyə verdi ki, mən arvad tumanı geyən bir adama qız vermərəm. Hətta deyir Səməd deyir ki, onlar deyir istirahət istəmirlər səndən. Sən deyirsən ki, bəs istirahətini fəda eləyə bilmərəm deyir. Bir tikə çörək istəyirlər. Deyir mən lap da bu xalqın uğrunda deyir özümü şəhid eləyim. Qiymət verən kimdir? Qədrimi bilən kim? Yəni bu yolda deyir lap da özümü şəhid eləyim də məcazi mənada deyir. Qiymət verən kimdir ki? Qədri bilən kimdir ki? Yenə deyir başqa bir sənət olsa, hə deyirəm də. Yəni başqa bir sənət olsa, hə deyir. Bu dəqiqə aktyorluğa, aktrisalığa kim dəyər verən? Yazığı deyir yasxanalara, yas yerlərinə deyir buraxmırlar ki, oğlun oyunbazdır. Arvad tumanı geyinir. Yəni arvad yubkası geyinir deyir. Hətta deyir sənin doğma əmin, yadınıza saxlayın bax, anasının yasxanalara buraxmırlar. Çünki arvad tumanı geyir. Bu həmçinin əsərdə 2 dəfə deyilir. Burada da qeyd eləmişəm. Bir Səmədin dilindən deyilir. Səməd deyir ki, bəs deyir anava yasxanalara buraxmırlar ki, oğlum belədir. Hətta bax bu da Səmədin mütləq yadınıza saxlayın bu nitqi. Bu da Səmədin dilindən verilir. Oqtayın nişanlısını öz doğma əmisi qızı ilə nişanlıydı. Və əmisi nişanı qaytarır ki, mən arvad tumanı geyinən birinə qızımı vermərəm. Gözləyir ki, Oqtay bu yoldan dönsün bəlkə nişanlanandan sonra. Görür ki, dönmür, nişanı qaytarır. Deməli, belə. Oqtay deyir, mən heç bir şey istəmirəm. Mən bu yola gəlirkən xalqımdan altın taclar gözləmirdim. Deyir, mən bu yola gələndə o bilirdim ki, belə olacaq. Mən o şeyi gözləyirdim ki, onu da alıram. Səməd deyir, mən xalq üçün çalışıram. Cəmiyyətdə. Upravada üzvəm. Fəqət elə işdir ki, adım sanım, güzaranım, yoxsa xalq. Mən özümü unudacağam ki, Oqtay deyir, xalq və mən. Bu iki söz bir yerə sığışdırılmaz. Yadınıza saxlayın. Oqtayın nitqidir. Ya mən olmalıyam, ya mənim üçün xalq olmalıdır. Ya o olmalıdır, ya mən olmalıyam. Bu nitqini mütləq yadınıza saxlayın. Mən baxdım ikinci yolu götürdüm. Deyir, ya o olmalı, ya mən olmalıyam. Mən baxdım ikinci yolu götürdüm. Və o gündən Oqtay bir şəxsiyyət olmaq üzrə yoxdur. O el oğludur. O böyük bir vahidin kiçik bir parçasıdır. Yadınıza saxlayın. Oqtayın nitqidir. Deməli Səmədlə olan dialoqunda deyir. Birinci pərdədə. Səməd deyir, onu sən deyirsən. Gör xalq sənin üçün deyir. Deyir, sən xalq üçün belə fədakarlıq edirsən, amma gör xalq səndən barədə nə fikirləşir də. Yəni hamısı fikirləşir ki, arvad tumanı geyinin, hörmətsiz birisən. Oqtay deyir, xalq anlamır. Onun dediyi mənim üçün heç. Tam mənası ilə bir heçdir. Deyir, əsas gələcəkdə biləcəklər də. Hələ ki deyir, anlamırlar yəni. Səməd deyir, Oqtay, çocuq olma. Qubernatora dilmanc gərəkdir. Ayda 70 manat donluq ayda 70 manat donluq verir. Amma kənardan 7-800 gəliri var. Həm də cəmaət içində adın, hörmətin, düyü, yağ, minnətin də minnət. Mən səni göstərdim. Dedim, rüşdiyəni bitirmiş, idraklı, rusca, azərbaycanca gözəl savadı budur. Yalvardı ki, göndər gəlsin. Axır ki, düzəltmişəm. Deməli, Səməd birinci pərdədə Oqtaya iş təklif eləyir və deyir ki, qubernatora dilmanc gərəkdir. Tərcüməçi lazımdır deyir. Deyir, 70 manat donluq da hər ay belə şey verir, maaş verir. Amma deyir, ondan da əlavə, yəni şey eləyir də. Belə yəni əlavə 7-800 də belə əlavə gəlir. Deyir, hər şey yemək də verirlər, düyü, yağ, minnətin də minnət deyir. Həm hörmətli olasan, həm deyir yaxşı olacaq. Mən deyir səni göstərdim hədəf kimi, yəni ki, sən yaxşı olarsan bu işə. Dedim ki, rüşdiyəni bitirib, idraklı, rusca, azərbaycanca gözəl savadı olan biridir. Deyir, budur deyir, yalvardı ki, onu gətir burada, yəni sənə çox ehtiyac var deyir orada. Oqtaya vəzifə təklif eləyən kimdir? Səməddir. Neçənci pərdədə? Birinci pərdədə eləyir təklif, deməli qubernatora tərcüməçilik. Oqtay deyir, çox razıyam Səməd bəy. Səməd deyir, yaxşı da, artıq nə istəyirsən? Yəni bu şeylə deyir ki, deməli
İmkinayə nə deyir ki, çox razıyam Səməd bəy. Səməd deyir, yaxşı da, deyir, bundan artıq deyir, nə istəyirsən? Mən çörək itirən adam deyiləm. Atanın yaxşılıqlarına qarşı sizi darda qoymaram. Deməli, Səməd Oqtayın atası gil, atası daha doğrusu Səmədə yaxşılıq eləmişdi müəyyən qədər. Səməd də buna görə deyir ki, atavın yaxşılıqları qarşısında mən sizi belə pis vəziyyətdə qoymaram da. Anan gil, bacın gil pis vəziyyətdədir. Mən ona görə deyir, sənə kömək olmaq istəyirəm, səni qabağa çəkmək istəyirəm. Oqtay da deyir ki, Səməd bəy, məqsəd pul qazanmaq olsa, mən onun yollarını çox gözəl bilirəm. Mən azad bir sənətkaram, bir sənət düşkünüyəm. Mən bir çinovnik ola bilmərəm. Yadınıza saxlayın. Bunu Oqtay deyir. Mən bir çinovnik ola bilmərəm. Sənət düşkünüyəm. Mən bir çinovnik ola bilmərəm. Oqtayın nitqi onsuz da belə şeylər ancaq Oqtaydan çıxar. Bunu da birinci pərdədə Səmədlə olan dialoqunda deyir. Səməd deyir, sənət sevirsənsə, eşitdim ki, səni böyük bir pulla Rus səhnəsinə çağırırlar. Səməd ikinci dəfə iş təklif eləyir. Deyir, Rus səhnəsinə səni çağırırlar. Get, həm təqdir olunarsan, həm pulun. O vaxta qədər xalq anlarsa, işlər yoluna düşərsə, qayıdıb gələ bilərsən. Deyir, Rus səhnəsində işdə. Əgər deyir o vaxta qədər bizim xalq da anlasa, ona deyir təzədən qayıdıb gələrsən. Aha. Oqtay deyir ki, ha, gülür. Aldanırsan Səməd bəy, aldanırsan. Bunu bizim üçün kim edəcəkmiş? Mən prinslərin saxladığı köpəklər kimi hazır nahara getmək istəmirəm. Deyir ki, yəni mən hazır nahara getmək istəmirəm də. Mən deyir özüm qurmaq istəyirəm səhnəni, özüm yaratmaq istəyirəm. Orada onsuz da var deyir, inkişaf eləyib. Mən deyir bizim səhnəni inkişaf elətdirmək istəyirəm. Mən deyir prinslərin saxladığı köpəklər kimi hazır nahara getmək istəmirəm. Bu nitqi yadınıza saxlayın. Birinci pərdə Səmədlə olan dialoqunda başqalarına səhnə, mədəniyyət hər şey var. Başqalarına deyir səhnə, mədəniyyət hər şey var. Bizdə yox. Yaşamaq istəyirsək yaratmalıyıq. 20-ci əsrin təkamülünə qarşı bu yazıq xalqı tək buraxıb qaçmağı kim özünə layiq bilirsə, bilsin. Mən bilmirəm. Yaşadığımız mübarizə meydanlarının müxtəlif qazmaları var deyir. Deyir ki, yəni hamı deyir inkişaf eləyib, hər kəs deyir bu sahədə inkişaf eləyib bütün ölkələr, amma deyir bizim xalq yazıq vəziyyətində qalıb heç anlamırlar ki, teatr nədir. Mən deyir buranı özüm inkişaf elətdirmək istəyirəm. Hazıra nazır qaçmaq istəmirəm. Səməd deyir hamısını sən mi yaradacaqsan? Oqtay deyir, hər kəs bacardığını. Buradan kimsə geriyə qaça bilməz. Səhnəmiz yox, fəqət olmalıdır. Onu da mən yaradacağam. Deyir səhnəmiz yoxdur, amma deyir olmalıdır. Onu mən yaradacağam. Şaqqulub gəlir bu sırada. Deyir ki, Oqtay, bir dəstə adam gəldi. 20 nəfərədək yaxşı geyinmiş, hamısı da bilet aldılar. Deməli Şaqqulu bu xəbəri mütləq yadınıza saxlayın. Kim gətirir? Şaqqulu gətirir. Birinci pərdədə deyir ki, 20 nəfər adam gəlib, 20 nəfərədək adam gəlib, yaxşı geyiniblər, yəni varlı adamlara oxşuyurlar. Hamısı deyir bilet aldılar teatr üçün. Səməd deyir, Oqtay, mən gedirəm. Ağlını topla. Həm çalışacaq, həm də ac qalasısan deyir. Həm də xalq sənə güləcək. Arsız oyunbaz deyəcək. Yenə başqalarda. Yenə deyir başqalarda yaxşıdır. Yəni başqa yerdə də belə deyil də. Söz yarımçıq qalır. Deməli, Şaqqulu gəlir, deyir ki, yenə hə, Allaha and olsun, Ruslarda görmüşəm. Deməli Səməd deyir ki, başqa yerdə daha yaxşı falan filan. Burası Şaqqulu girir söhbətə. Deyir, vallah deyir, Ruslarda görmüşəm. Hər pərdədən sonra dəstə-dəstə qızlar, böyük-böyük adamlar gəlib aktyorun əlini sıxır, tanış olurlar, tərifləyirlər. Adam həsrət çəkir. Deməli bunu yadınıza saxlayın. Rus teatrına həsrət aparan obraz kimdir? Şaqquludur ki, deyir bəs belə yaxşı olur, belə yaxşı olur, orada belə gözəl şeylər var da, yəni aktyoru necə hörmət eləyirlər hər kəs falan. Oqtay da qayıdır, deyir, sən çalış, gələr bir gün ki, zavallı kütləni də həmin yüksəklikdə görərsən. Deyir, sən çalış, bir gün gələr, deyir, sən bu zavallı kütləni də həmin bizim deyir ölkəni də elə bir yerdə görərsən də, yəni bizdə də aktyora elə hörmət olunar. Səməd deyir, onun yerinə bir yeri var. Onun yenə bir yeri var. Şaqqulu deyir, onda adam həvəslənər də. Deyir, bizdə hey baxırsan, bir nəfər qız yox. 30-40 nəfər uzunburun, yeşəqarın kişi. Həştərxan pişiyi kimi gözlərinə baxır. Fındıq fısqırıq söyüş, onlarda gözəl-gözəl qızlar adamın başına çiçək səpirlər. Deməli, yenə Şaqqulu Rus teatrındakı qızlara həsəd aparır ki, yəni onlarda nə gözəldir, qızlar belə teatrlarda oynayır, amma deyir, bizdə ancaq yeşəburun kişilər oynayır da, yəni qadın belə yoxdur teatrda. O vaxtlar pis baxırdılar elə şeylərə. Səməd deyir, həm harda qaldım ay Allah mən? Hə. Bir dəqiqə. Hə, burada. Hə. Səməd deyir, həm də pulun pul. Bir işin düşəndə hər kəs tanıyar, yoxsa anam bacın. Deyir, bir işin düşən kimi deyir, hər kəs deyir, səni deyir tanıyır. Anan bacı, yəni sizə köməklik eləyər də, həm deyir aktyora hörmət var orada. Şaqqulu deyir, deməli, hələ özü, Tabansaraskinin biraz pulu var, gecə-gündüz kefli, adı rejissor.
Bütün işlər bunun boynundadır. 7 gündür gözünü yummamışsan. Üzünü qoymur, çəkmələrini qoymur. Bu da sonu. Aha, deməli şaqqulunun dilinə biz nəyi öyrənirik birinci məclisdə? Tabasaranski pisləyir, bu ayrı məsələ. Həm də Oqtaya deyir ki, bəs deyir, yazıq deyir, sən deyir, Tabasaranski keyfli şəkildə yeyir, yatır. Adda rejissor qalıb. Deyir, bütün işlər bunun boyundadır. Bunu deyir də Oqtayı nəzərdə tut. Deyir, bütün işlər yəni Oqtayın boyundadır. 7 gündür gözünü yummamısan. Deməli 7 gündür gözünü yummadığı şaqqulunun dilindən verilir. 5 gündür yeyib içmədiyi, gözünü yummadığı Oqtayın dilindən verilir. Hər ikisi birinci pərdədə. Deyir, üzünü qoymur, çəkmələrini qoymur. Bu da son deyir. Üzüyü qoymusan bu yolda, çəkmələrini qoymusan. Bu da deyir axırı. Oqtay deyir yazıq. Bu son deyil. Bu hələ əvvəl deyir, ay yazıq. Bu hələ axır deyil. Bu hələ əvvəl deyir. Yaxşı olacaq hər şey. Gic-gic danışma. Səməd deyir, sabah mənə deyərsən. Oqtay deyir, Səməd, gedin. Mən heç bir zaman sizə deməyəcəm. Mən bir mübarizəm. Cəbhəm bu. Yolum görürəm çox ağır. Qoy mənə gülsünlər, anlamasınlar, söysünlər. Fəqət mən bu dərin uçurumları keçəcək, keçilməz dağları, sıldırım qayaları çeynəyib parçalayacaq və bu keşməkeşlər arasından bir səhnə, yoxdan bir var yaradacağam. Bu yoxdan var yaratmaq istəyirəm. Oqtay, mən bu yolun rəhbəri, mən bu cəbhənin komandasını, mən 4 divar arasında alınmış bu rəngarəng həyatın tanrısı olacağam. O zaman mən də salona baxınca munis çöhrələr, nəvazişkar oynaq deməli afətlər görəcəm ki, şox gözləri ilə məni oxşuyur. Qara gözlü bir yavru görəcəm ki, mini-mini əlləri ilə məni alqışlayır. Mənim də başıma gənclərimiz, qızlarımız çiçək səpəcəklər. Mən də mədəni bir həyatın var deyə sevinəcəm. Bunu mən görməzsəm, indi öyrətdiyim bu kiçik statist görəcək. Məni xatırlayacaqdır. Mənə bu da bəsdir. Deməli Oqtay deyir ki, deyir, siz çıxın gedin, mən deyir özüm tək davam eləyərəm də bu yolda deyir mən təkəm. Deyir mən hər şey yaxşı olacaq, yoxdan var yaradacağam və əminəm ki, deyir o vaxtlar da artıq elə bir günlər gələcək ki, mən görəcəm ki, səhnədə gözəl deyir qızlarımız, gözəl çöhrələr, munis deyir çöhrələr, nəvazişkar oynaq afətlər görəcəm deyir səhnə qızlarımız, gözəl qızlarımızı da səhnədə görəcəm, aktrisalar görə biləcəm bizimkilərdən. O dərəcədə yəni teatrın inkişaf edəcəyinə inanırdı. Qara gözlü bir yavru görəcəm ki, mini-mini əlləri ilə məni alqışlayır. Qara göz deyir, hətta uşaqların belə səhnəyə belə deyim, marağı olacaq da deyir. Deyir, bunu mən görməzsəm də, yəni məni xatırlayacaqlar ki, bunu mən eləmişəm. Şaqqul deyir, məni fındıq qabığı ilə vurmasınlar. Şaqqul deyir, məni fındıq qabığı ilə vurmasınlar. Səməd deyir, fəqət indilik anan yazıq, bacın yazıq. Səməd deyir ki, fəqət indilik anan yazıq, bacın yazıq. Deyir, o vaxtda hələ çox vardı. İndi amma deyir, anan bacın yazıqdır axı, ömürdən gündən gedir. Oqtay deyir, bacım da xalqdan biridir. Onlar da xalq özü düşünər. Və bacısını, anasını xalqa etibar edir ki, deyir, yəni mən belə eləyəcəm. Xalq da hər halda bunun dəyəri olaraq bacıma, anama yaxşı davranar. Səməd deyir, aldanırsan Oqtay. Hər halda deyir, görüşərik. Deyir, yanılırsan da hər halda deyir, görüşəcəyik, görərik nə olar. Gedir, Mazandaranski gəlir deməli. Səməd gedir, Mazandaranski gəlir. Mazandaranski deyir ki, Oqtay, 4 nəfər çadralı müsəlman qadını gəlmiş, örtülü lojada oturmuşlar. Öz gözümlə gördüm. Deməli, o qədər inanılmaz bir şey idi ki, hətta o vaxtlar qadınların teatra gəlməyi Mazandaranski deyir, yəni öz gözümlə görmüşəm də, yalan deyil, qadınlar gəlib falan. Deməli, gəlir deməli, bunu yadda saxlayın. 4 nəfər çadralı müsəlman qadının gəldiyini birinci pərdədə Mazandaranski deyir. 20 nəfər, baxın buradaydı, hardaydı? 20 nəfər hardaydı? Tapın. Burada deyil. Burada Şaqqul deyir, bunda deyir ki, Oqtay deyir, 20 nəfərədək adam gəlib, hamısı da deyir, bilet aldılar. Deməli, 20 nəfərin gəldiyini Şaqqulu, 4 nəfərin gəldiyini, 4 nəfər çadralı qızın gəldiyini Mazandaranski deyir. Mazandaranski deyir ki, kassada, Şaqqul deyir ki, yox ha, bir baxım, tələsik qaçır. Yəni bu inanılmaz bir şeydir. Qadın teatra gəlməyi, izləmək üçün belə gəlməyi inanılmaz idi. Nəinki aktrisa, bu da izləmək üçün gəlib. Şaqqul deyir, yox ha, deyir, inanmaram deyir. Bir gedin baxım. Mazandaranski deyir, kassada kirayə pulu düzəlmiş, Rəhimin örpəyi qaçdı. Düzəlmiş, Rəhimin örpəyi qaçdı. Tamaranın da dili dolaşdı. Az qalmışdı rusca danışacaqdı. Deyir, kassada kirayə pulu düzəlib,
Artıq gələn Rəhimin deyir, örpəyə qaçır. Rəhim qadın paltarlı kişi aktyordur. Qadın olmadığına görə məcbur qadın rolunu belə kişi oynayırdı. Onu da deyir, örpəyə deyir, başından qaçıb da düşüb deyir oynayanda. Tamaranın da dili dolaşıb. Az qalmışdı rusca danışır deyir. Tamara doğru Azərbaycan dilində danışa bilməyən. Nəsə, harda qalmışdıq? Hə. Bir dəqiqə. Hə. Şaqqulu yüyürərək gəlir tez Oqtayın yanına. Deyir, Oqtay, keçən səfərki 2 nəfər qız da gəlib. Keçən səfərki 2 nəfər qız Nadia ilə Frengiz nəzərdə tutulur. Deməli, özləri də lap başı açıq. Ancaq örpəkləri var. Deyir, özləri də lap başı açıq gəliblər. Ancaq deyir, başlarında örpəkləri var da, deyir. Mazandaranski deyir, yox canım, mən baxdım, cümlətanın 4 nəfər arvad var. Deyir, mən baxdım, 4 nəfər arvad var. Şaqqulu deyir, 6 nəfərdirlər. Onlarla 6 nəfər olur. Hətta biri bu tərəfə gəlirdi. Elə bildim, bunlar da ruslarda olan kimi bizi təbrik etmək istəyirlər. Ürəyim düşdü. Mazandaranski deyir, umsunma. Gözlərini tərsinə geymirsən. Deyir, ümidlənmə də. Gözləri deyir, tərsinə geymirsən. Səhv görmüsən deyir. Şaqqulu deyir, get bax da. Mazandaranski qaçır, gedir baxmağa. Oqtaya deyir, Oqtay, görəsən biz də o günləri görəcəyik. Deməli, Oqtay deyir ki, zavallı əməkdaşlarım. Of, ulu tanrım, görürsən ki, yetir. Şaqqulu deyir, hazır. Oqtay deyir ki, səndən heç bir şey istəmirəm. Xalqıma gözlədiyim həyatı, Azərbaycan səhnəsinə bu sonsuz ananın qoynunda, mühitimizin bağrında doğmuş bir Azərbaycan qızı, doğma əziz, sevimli bir yavru. Səndən heç nə istəmirəm deyir. Xalqımda gözlədiyim həyatı, Azərbaycan səhnəsində bu sonsuz, deməli, ananın qoynunda. Bir dəqiqə. Azərbaycan qızı, doğma, əziz, sevimli bir yavru. Şaqqul deyir və yaxud Rəhimin saqqalından xilas ola biləcəyikmi? Şaqqulda problemləri deyir. Rəhim o kişi paltarı, qadın paltarı kişidir. Deyir, yəni o qadın kimi görünmür axı, deyir, saqqalları var, deyir, onun saqqallarını necə gizlədəcək? Başına örpək tapmış, saçını həll elədik deyir. Saqqalları necə gizlədəcəyik yəni? Dursun deyir ki, Pərviz, Oqtay girir, Zühakin əynindən, deməli, ətəyindən tutur, girin, deyir. Mazandaranski deyir, Oqtay, hanı o kağız? Kağız hanı? Şaqqulu deyir, kim verdi? Səhnəyə getməyəcəksən ki? Mazandaranski deyir, bir rus qızı, yoldaşı da var. Şaqqulu da deyir, elə onlardır. Gördün, daha başqası yox. Amma hayf, onları müsəlman bilmişdim. Bir baxsana. Şaqqulu da deyir ki, bu gəlir deyir ki, hə, bir rus qızı ilə yoldaşı da var idi, gördüm deyir. Şaqqulu da deyir ki, deyir, mən onları müsəlman bilmişdim. Heyf, müsəlman deyilmişlər, rusyumuşlar. Mazandaranski deyir, sən qapıya bax, oxuyur. Möhtərəm Oqtay əfəndi, məharətiniz məni çox sevindirir. Kağız gətirir, kağızı gətirib məktubu oxuyan kimdir? Deməli, Mazandaranski də oxuyur. Deyir ki, möhtərəm Oqtay əfəndi, məharətiniz məni çox sevindirir. Sizinlə görüşməyə müsaitə edəcək olursanız, məmnun olaram. Frengiz. Deməli, Frengizin məktubunu gətirib oxuyan kimdir? Mazandaranskidir. Sonra deyir, çıx. Daha bura sənin yerin deyildir. Oqtay gəlir, bir rus qızı. Oqtay gəlir və deyir ki, bir rus qızı verdi. Oqtay deyir, baxır ona, deyir ki, doğrudan söylə gəlsinlər. Siz də lütfən bir dəqiqəlik, deyir, söylə ona gəlsin, siz də lütfən deyir, bir dəqiqəlik. Çıxın da, buradan biz danışaq. Şaqqulu çıxır, Frengiz və Nadia içəri girirlər. Nadia deyir, Prostita, что беспокоили? Ancaq deyir, bu qız rahat olmur. Salam verir və deyir ki, ancaq bu qız rahat olmur. Oqtay deyir, buyurun. Frengiz gəlir, deyir, sağ olun, gedəcəyik deyir. Yəni, Oqtay oturmağa dəvət edir. Bu da deyir ki, sağ olun deyir, gedəcəyik. Sonra biraz sükut olur. Nadia qayıdır, deyir ki, biz Rus teatrına çox gedirik. Frengiz deyir, mən çox arzu eləyirəm ki, bizim də dilimizdə belə teatrlar olaydı. Yadınızda saxlayın. Bunu deyən Oqtay deyil, bunu deyən Frengizdir. Bu nitq Frengizə aiddir. Bəzən Oqtay kimi verirlər, Oqtay deyil. Nadia deyir, indi 3 dəfədir ki, Aslan bəy gətirir. İlk dəfə deməli bunları teatra gətirən kim idi? Aslan bəy. İlk əvvəl Qaçaqlara gəldik. Birinci gəldikləri Qaçaqlar teatrı olub. O qədər sevinmiş ki, o gündən adınız dilindən düşmür deyir. 3-cü dəfə deyir, bura gəlmişik, deməli, Azərbaycan teatrına gəlirik deyir. İlk dəfə Qaçaqlara gəlmişdik, Qaçaqlar teatrına deyir. O qədər deyir, sevib ki, indi deyir, sizin diliniz onun, yəni Frengizin dilindən düşmür.
Deyir ki, məktəbdə, evdə bir aktyor sözü danışıldımı, dərhal bizim də teatrımız var. Teatrımız gündən bir dəqiqə, teatrımız var. Oktay Karlı gözəl oynayır deyə araya atılır. Aha, deməli deyir məktəbdə, evdə harda olsun deyə teatrdan söz düşürsə, bu deyir qayıdır deyir ki, bəs Firəngiz qayıdır deyir ki, bizim də teatrımız var deyir bəs. Oktay var, Karlı deyir yaxşı oynayır, belə deyir, sizi tərifləyir hamının yanında. Özünüzü görmək istəyirdi, bir aydır rahatlığı yoxdur. Ancaq Aslan bəyin qorxusundan gəlmirdik. Deyir, sizi görmək istəyirdi özünüzü bir də. Amma deyir, bir ayda Aslan bəyin qorxusundan gələ bilmirdik. Oktay deyir, mən çox uşadam. Aslan bəy kimdir? Oktay soruşur ki, mən çox uşadam, bəs Aslan bəy kimdir? Firəngiz də qayıdır deyir ki, qardaşım. Nadia deyir, o prava üzvü. İndi də ondan gizlin gəlmişik. Deyir, indi də onun xəbəri yoxdur. Orada əsərin əvvəli yazıda düşür. Deyir ki, o otursun lojada. Ondan deyir, sonra pərdənin yarısında biz gedək ki, o bizi görməsin. Yəni işıqlar sönəndən sonra gedək ki, gedək oturaq, bizi görməsin. Hə, Nadia option deyir ki, o prava üzvü, indi ondan gizli gəlmişik. Oktay deyir ki, nə cür təşəkkür edəcəyimi bilmirəm. Adətən bizim Azərbaycan xanımları teatra gəlmir. Hamısı evlərdə. Deyir, çox sağ olun ki, gəlmisiniz də, dəyər verib gəlmisiniz. Nadia deyir, onu da qoymurlar. Atası qoymur. Qardaşı gizlindən gətirir deyir. Onu da deyir atası qoymur, qardaşı gizli-gizli gətirir. Evdən çıxarkən çadıra örtür, sonra Aslan bəy ilə gedir. O söz demir. Ancaq bura gəldiyimizi bilsə qiyamətdir. Ona görə pərdənin yarısında gəlmişik deyir. Deyir, onunla gələndə bir söz demir, amma deyir bura gəldiyimizi bilsə qiyamət qopar deyir. Ona görə gizlin